Hər zaman bir şeyləri ertələyirəm və ruhdan tez düşürəm. Bu vəziyyəti necə düzəldə bilərəm? Biz insanıq və bizim ruhdan düşməyimiz və yaxud da ertələməyimiz bildiklərimizin əksinə normaldır. Sən fiziki olaraq özündə güc, enerji hiss eləyə bilərsən və fiziki olaraq özündə güc hiss elədiyinə görə bir qərar verə bilərsən. İdmana başlayacağam deyə bilərsən. Amma sən bu motivasiyanı hər gün hiss eləməyəcəksən. İndi enerjin çoxdur və idmana getmək istəyəcəksən, amma enerjinin olmadığı, idmana getmək istəmədiyi zamanlar da olacaq. Bu gözləniləndir. Bizim burada sualımız o deyil ki, bu zamanların önünə necə keçim? Bu olacaq. Sənin davam edə bilməyin üçün çox güclü səbəblərin olmalıdır. İdmana gedirsənsə, səbəblərin olmalıdır. Bizim sistemimiz bu şəkildə işləyir. Yaza bilirsənsə 20 səbəb yaz və o səbəbi həmişə gözünün önündə tut. Ertələyirəm və ruhdan tez düşürəmmi? Gözləyirik. Bizim təbiətimizin bir parçasıdır. Bununla nə edə bilərik? Səbəblərimizə sığınıb irəliləmək. Davamlılıq olduqca nəticə olur. Ertələdiyin və ruhdan tez düşdüyün zamanlarda bil ki, səbəbləri görmürsən sadəcə.